Bugün hit yaratmaq daha çətindir, yoxsa hansı ki siz 2000-lərdə başlamışdınız və 2000-lərdən daha öncə başlamışdınız, onda hit yaratmaq çətin idi? Mənim üçün onda daha asandı. Onda daha asandı, çünki bu qədər sosial şəbəkələr inkişaf eləməmişdi və insanlar çox sound eşitməmişdilər, hansı, nə, musiqi. İndi hər kəsin əlindədir, şükür Allaha bu. Bütün dünyadan xəbərdardırlar. Aylar da düşüb ortaya, başımıza oynasır. Bəs bu hit mahnı yazmanın sirri sizcə nədədir? Bir mahnı yazanda bunun hit olacağını bilirsiniz, yoxsa sadəcə bilirsiniz ki, tutar, tutmaz. Təxmin eləyirik. Təxmin 100% heç kimə biz indiyənə kimi qarantiya verməmişik ki, bu mahnı 100% hit olacaq. Amma təxmin eləyirik ki, yəni xoşa gələcək, ən azı o ifaçının, hər ifaçının öz kütləsi var deyə, o ifaçının kütləsi bunu qəbullanacaq. Əsas onu tutmaqdır və bir də ən əsas olaraq iki insanın bir yerdə tandemidir. Orxan var Qarabasma və Kazımcan. Bu elə bil mənfi müsbət bir şeydir. Elə bil ya o mənfidir, ya mən müsbətəm, ya mən mənfiyəm, o müsbətdir. Belə bir şeydir. Biz birləşmişik bir yerdə. Komanda olaraq düzgün şəkildə yəni addımlayırıq. Elə bir mahnı olub ki, yazmışsınız, başqasına vermişsiniz, amma sonra peşman olmuşsunuz ki, kaş özüm oxuyardım. Əlbəttə, o hər bəstəkarda var, mənə elə gəlir. Bizdə də var. Çünki elə mahnılar olub ki, özüm yazmışam, özüm oxumuşam və ifaçını da görüb vermişik mahnını təbii ki. Amma ifaçı gəlib bu mahnını elə bir başqa bir vəziyyətdə oxuyub ki, mən siz yanaşdığınız kimi yanaşmayıb da mahnı belə deyim. Gözləntirəlim yəni olmayıb ki, belə yəni də mən necə görürdüm ki, o onun səsinə yaraşacaq, necə gedişlər olacaq orada, o olmayıb deyə bəyənilməyib və bugün mənim evimdə də o demoları qulaq asırlar. Bizdə də var da belə, mən xəbər baxımından yanaşıram, müxbir atıram ki, bu xəbəri yaz, baxıram ki, tamam başqa cür yazıb, mənim heç istədiyim kimi yazmayıb. Mən çatdırmaq istədiyim bu deyil də, mən tamam başqa deyil. Ola bilsin, məndə də pərdən problem olur ki, bəlkə fikrimi tam ifadə edə bilmirəm və ya düşünürəm ki, mən bunu dedimsə, o başa düşəcək mən nəyi demək istəyirəm. Bax, sizdə məsəl üçün, siz deyirsiniz ki, məsələn, bu stəkanın üzərinə jet sinema yaz. O götürür, sinema jet yazırsa, o artıq onun təfəkkürü biraz başqa cür işləyir. Amma bizdə elə deyil axı, mən demonu oxumuşam və sən ifaçının xoşuna gəlib bu. Sən ifaçı məni təkrarlamalısan, bəstəkar olaraq. Bəli, olduğu kimi. Onu əgər olduğu kimi təkrarlamasan, biz yadındadır da Nigar xanıma Barbie mahnısın. Yəni, bir dəfə zapis olundu, mən bəyənmədim. Dedim, təzədən yazmaq lazımdır. Çünki o özü istədiyi kimi yanaşıb, amma sizin yanaşmanız başqa. Mən o hissiyatı almalıyam da o ifaçıdan. Olub ki, məsələn, getmişəm, oturmuşam, baxıram ki, hə, oxu. Artıq 3 saat keçib, eyni şeyi ifaçı təkrarlayır. Onun beyni elə algılayır. Məsələni yarımçı qoyub orada gedirsiniz, yoxsa daha mübarizə aparırsınız? Sadəcə razılaşıram ki, yəni bu artıq budur, bunun artıq olmayacaq. Bundan kapasite yüksək deyil. Yəni o qavrama qabiliyyəti ora qədərdir, sənət baxımından və yaxud da ki, yola verdiyi kimi yanaşa bilir. Amma həmişə çalışmışıq yaxşı ifaçılarla işləyək, təbii ki. Yəni, oxuya bilən ifaçılarla. Bax, bu günləri sual verirlər mənə bəzi verilişlərdə ki, filan müğənniyə mahnı verərsən. Mən qalıram kəslə-kəslə ki, deyəcəm yox, deyəcək ki, bu ilə görəsən bunun nə düşmənçiliyi var. Məncə o sənətinə özün istedadından göstərdiyin həssasiyyətdir də. Biz çalışırıq ki, ancaq və ancaq stil təbliğ eləyən ifaçılara mahnı verək. Həqiqətən də o insana yazdığımız mahnı həm şöhrət gətirəcək, həm şərəf gətirəcək və həm də o stili təbliğ edəcək. Yəni, Aygün xanıma bir neçə mahnı yazmağımızın səbəbi, Röya xanıma yazmağımızın səbəbində Röya xanımla yenidən bir mahnı üzərində çalışırıq. İnşallah bəlkə də duet olacaq. İstəyirik ki, ancaq öz işimizi möhkəmləşdirək və o ifaçıda həqiqətən də sən görəndə bəyənəsən.
axı hamı musiqiçi deyil, düzdür? O qulaq o ifaçıda, məsəl üçün, həmişə görüb ki, Röya xanım yaxşı lirik mahnılar oxuyur, belə filan, amma görməmişdi ki, Röya xanım dəyişər, başqa bir ifadə edər. Bəs bu mif doğrudur ki, show biznesdə yazılan mahnılar ilk olaraq Aygün xanım və Röya xanıma gedir. Sonra onlar bəyənməsə başqa sənətçilərə göndərilir. Ya, elə şey yoxdur. Sadəcə, belə deyim də, biz çox istəyirik deyə hər iki ifaçını və arada yazdığımız mahnılar özümüz hiss edirik ki, bunu oxumalıdır Aygün xanım, bunu oxumalıdır Röya xanım. Onlardan da, yəni, rəy mənfi alanda, mahnı qalır stokda və hansısa bir ifaçı gəlir, Göstəriş ki, belə bir sadəcə mahnımız var. göstərirəm ki, belə bir mahnı var. O bəyənir, oxuyursa, o başqa bir şeydir də, yəni. Amma da düşünmür ki, bunu göndərək, Aygün xanım, o bəyənməsə götürək, sataq, nə bilim, filan müğənniyə. Mən də onda individuallıq da itir də. Əlbəttə. O məsələdir. Çünki hər sənətçinin özünə individual mahnısı olmalıdır və ya yazılmalıdır. İldə ən maksimum yaza biləcəyimiz 7-8 mahnı olur, 6-7 mahnı olur. Onun ikisini, üçünü özümüzə yazırıq. Qalanını isə ifaçılara.